Salam gözəl izləyicilərimiz. Bax, bütün materialımız evə alındı. Allah canınızı sağ eləsin. Köşə dalmışıq. 20 metr çərdədir. Bax, bu xanım gördüyünüz kimi burada yaşayır. Hoş gördük, hər vaxtın xeyir. Bu günlərin materialımız alındı, gəlindi. Deməli, indən sonra da bir 300 manatda olsa, gözəl dostlar, gözəl qardaşlar, evimizin ayçipanı da alınar. Gördüyünüz kimi, bax, bu xanım 4 uşaqla, bax, bu avtobuslu kəsif yarısını, bax, ev eləyirlər. Bax, bu xanım 4 uşaqla fəhləlik eləyir. Bax, o uşaqları böyüdüb, özdə əlinin biri də uşaqlığından görürsünüz də yanıq olub. Yəni, bu əlindən gedib fəhləlik edib, körpələrini saxlayıb. Xahiş edirəm, bu videomuza baxan qardaşlarımızdan, bacılarımızdan 150 manat materialımıza 120 manatda borcumuz var. Kömək eləyin, onu bağlayaq. Bir də bura bir dənə pəncərə lazımdır. Onu da hesablatmışıq, 120 manatdır.